Qurani-Kərimin duaları, belə bir mövzu istəyirəm açaq və bunun ətrafında danışaq. Hər gün məsələn bir Qurani-Kərimdən dua götürək, o duanın ətrafında söhbət eləyək. Bilirsiniz, Qurani-Kərimdə həm peyğəmbərlərin duası var, mələklərin duası var, həvarilərin duası var, möminlərin duası var. Müxtəlif dualar var ki, çox maraqlıdır. Yəni o duaları eşitdikdə insan həqiqətən də xüsusi bir zövq alır və o dualar insanlara nə dualar edin, həm də onu izah edir və aşılayır. Maraqlıdır, Qurani-Kərimin bəzi ayələri həm duadır, həm ayədir. Adətən deyirlər, dua insan özünü tutur Allah dərgahına, Allahdan nəsə istəyir, ayə də ki, Allahdan nazil olandır. Amma bəzi dualar bir tərəfdən baxırsan duadır, bir tərəfdən baxırsan ayət. Mən ilk duamıza başlayıram. Bu dua Ali-İmran surəsi 53-cü ayədədir və bu duanı həvarilər eləyir, İsa Peyğəmbərin həvariləri. Həvarilər kimdir? İlk öncə bunu qeyd edeyim. O biraz şəffaf olsun məsələ. Həvarilər deyirlər, həvari kəlməsindən götürülüb, yolunu dəyişənlər, amma müsbət mənada, yəni batil yoldan haqq yola dönüş edənlər. Səhv yoldan, səhv əqidədən fikirlərini dəyişib, haqq yola çevrilən insanlardan söhbət gedir. Hz. İmam Rıza əleyhissalam buyurur ki, həvarilər pak və ixlaslı insanlar idi və cəmiyyətin də ixlaslı olması üçün çalışanlar idi. İnsan yalnız öz ixlası üçün çalışmamalıdır. Cəmiyyəti də pak etmək üçün, ixlaslı olması üçün əlindən gələni etməlidir. Ona görə deyirlər, bunların adı həvarilər idi. Yaxşı. Hətta həvarilər haqqında bəzi alimlərin fikri olub ki, onlar peyğəmbərlər olublar. Quranda bir ayə var. İzə əvhəytu iləl həvariyyin. Quranda belə bir ayə var. Biz həvarilərə vəhy etdik. Deyirlər, vəhy də peyğəmbərlərə aiddir. Ona görə də deməli, onlar peyğəmbərdirlər. Amma belə deyil, bəzi alimlər deyir. Niyə belə deyil? Çünki vəhy həmişə peyğəmbərlərə nazil olan mənada deyil. Vəhy ilham mənası da var. Qurani-Kərimdə Allah başqa yerdə buyurur ki, İnna əvhəynə ilə ummi Musa. Biz Musa anasına elədik, ilham elədik. Bəzi həqiqətləri dedik. Bəzi ilhamlar adi insanlara da aiddir. Yəni, mümkündür, ilham qapısı açıqdır. İnsan ruhan təmizlənsə, paklaşsa, Allah bəzi qeybdən xəbərlər də verər insanlara və Qurani-Kərimin də vədidir, Qurani-Kərimin də buyruğudur. Bundan da keçək, niyə deyirlər ola bilməz həvarilər? Diqqət edin, niyə deyirlər həvarilər peyğəmbər ola bilməz? Maidə surəsində həvarilər haqqında bir neçə ayə var, mən onu qeyd edeyim sizə. Deyir, İzqaləl həvariyyun ya İsa ibn Məryəm. Ay Məryəm oğlu İsa, həvarilər, həl yəstəti Rabbuk. Rəbbim bacararmı ən yunəzzilə aleynə maidətən minəs-səma? Səmadan bir süfrə indirsin yerə. Rəbbim bacararmı bunu? Qalə ettəqullah. İsa Peyğəmbəri təqvalı olun. İn kuntum mu'minin. Əgər möminsə, buna söz deyirsiniz. Əgər onlar Peyğəmbər olsaydı, belə deməzlər. Ona görə ki, Peyğəmbərlər deyil. Ondan sonra onlar da deyirlər, qalu nuridu ən nə'kulə minhə və nətməinnə qulubuna və nə'ləm ən qad sadaqtənə və nəkun aleyhə minəş-şəhidin. Biz istəyirik, qəlbimiz aram olsun, o süfrədən nəsə yeyək, mənəvi bir aramlıq tapaq və bu məsələlərin həqiqət olduğunu bilək və s. Görünən budur ki, deyir ki, alimlər yox, onlar peyğəmbərlər deyildi. Onlar İsa Peyğəmbərin ətrafında olanlar idi və İsa Peyğəmbər onlara haqqı başa salır, izah edir və onlar İsa Peyğəmbərin yanına yığışıb və cəmiyyətə də neyinlər? Özləri islah olandan sonra cəmiyyətə hidayəti üçün çalışırlar. Bu məsələnin bir tərəfi. Amma keçək bunların duasına. Dua nədir? Görün nə qəşəng dua elədir. Rabbənə, ay bizim Rəbbimiz, amənna. Biz iman gətirmişik. Amənna bimə unzilət. O nə nazil olub, ona iman gətirmişik. وَاتَّبَعْنَا الرَّسُولِ və biz neynəmişik? Peyğəmbərvə tabi olmuşuq. Yəni, həm sənin göndərdiyi və iman gətirmişik, həm də ki, Peyğəmbərə neynəmişik? Tabi olmuş. Yəni, Peyğəmbərin yolunu gedirik. Yaxşı. Bu məsələnin bir tərəfi. Yaxşı. Keçək indi davamına. Buyurur ki, fəktubnə mə'əş-şahidin. Bizi ilahi şahidlərlə birgə qərar ver. Bu şahidlərdən məqsəd kimlərdir? Yəni, deyir, biz şahidlərlə birgə olaq. Şahidlər kəlməsi Qurani-Kərimin xüsusi terminlərindən biridir.
Allah Taala bir neçə yerdə şahidlərdən söhbət açıb. Şahid ona deyirlər ki, nə isə müşahidə eləyir. Və qiyamət günü Allahın huzuruna gəldi ki, bu belə idi. Yaxşı. O şahidlər kimlərdir? Özü bir mövzudur, maraqlı mövzulardan biridir. Deyirlər o şahidlərdən məqsəd ulul elm, elm sahibləridir. Ayəsi də budur. Bir şəhidə Allah. Allah şahiddir. Ənəhu la ilahə illə huvə. Vəl məlaikə və ulul elm. Allah şahiddir ki, o təkdir. Və mələklər buna şahiddir, bir də elm sahibləri buna şahiddir. Deməli, şahidlərdən məqsəd ilə ulul elm, elm sahibləridir və xüsusi insanlardır. Bəzi insanlar elm olaraq yükdür, yəhmilu əsfaradır. Elmi öyrənənlər əməl eləməzlər, elm olaraq yük, vəbal, əziyyət, ondan başqa bir şey olmaz. Bəziləri ulul elmdir, elmə sahibdirlər. O nuraniyyətə sahibdirlər və həmən nuraniyyətlə cəmiyyəti neyirlər? Nurani eləyirlər. Deyirlər, şahidlərdən məqsəd ki, onlar istəyirdi, o elmli insanlarla birgə olmağı istəyirdilər ki, yəni, ya Rəbbəl aləmin, elm əhli ilə birgə olmaq, elm əhli ilə birgə olmaq həqiqətən böyük lütflərdən biridir ki, ətrafımızda gələk xüsusi mənəviyyatlı, elmli insanlar olsun. Bu, İsa Peyğəmbərin ətrafında olan insanların dualarından biridir. Əgər bir insanların, o bir cəmi hədisdə var ki, məsələn, 40 gün alimdən uzaq düşürəm, qəlbim qəsavət bağlayar. Hədisdir bu. Ona görə dualarımızdan da biri bu olsun ki, İlahi Rəbbim bizə elm əhli ilə ünsiyyət qurmağı ilə nəsib elə. Yaxşı, biri budur, şahidin mənası. İkinci məna belə izah verirlər. Deyirlər, şahidlərdən məqsəd İlahi və Rəbbim, onlar kimdir? Deyir, onlar müqərrəb insanlardır. Müqərrəb insanlar, yəni Allaha yaxın olan insanlar. Hardan çıxarış edirik? Quran-ı Kərimdə ayə edirik. Kəllə innə kitabəl əbrar ləfi illiyyin və mə ədrakə mə illiyyun kitabun mərqum yəşhədəhul müqarrəbun. Deyir, bəzi insanlar var ki, onlar müşahidə edirlər. Kimin? Digər insanların əməllərini. Elə dünyada ikən. Görə bilirlər olan əməllərini. Yəşhədəhul müqarrəbun. Müşahidə edirlər, baxırlar. Yəni, onlarla bunların arasında bir pərdə yoxdur sanki. Allah gözlərindən pərdəni çəkib, Allahın izni ilə müşahidə edirlər insanların əməllərini. Bunun bəzi müəyyən qədərini Allah ariflərə də verib, övliyalara da verib. Görürsən, ariflərdə də bu xüsusiyyət var. Onlar bilirlər müəyyən qədər Allahın lütf inayəti ilə ki, məsələn, filan səhv eləmirsən. Məsələn, oxumuşam, bəzi ariflərdən yaxınlaşıblar övliyalara ki, məsələn, filan müşkülün var deyib, sən filan günah eləmirsən, oradan ilişmirsən. Deyib, filan günah elədin, oradan ilişdin. Anatova zülm elədin, oradan ilişdin. Ticarətdə haram qatmısan, oradan, bütün dügünün oradandır. Namazı qəza verirsən, o da. Bəli, onlar bəzi vaxtlar Allah ki, bəzi insan, adam gedir bir yerə yetişir də. Ramazanda da bu güc var ha. Du'itun fihi ila ziyafətillah. Allah süfrəsinə dəvət olunmusunuz. Allah sizi kəramətlilərdən eləsin. Kəramətli bəndələrdən olasınız. Allah dost, bu Ramazan ayında bir güc var ki, gəlsin bizi övliya eləsin. Allah dost eləsin. Yəni, bu ayın bu qədər gücü var. O insanlar ki, minimumdan istifadə edir, təəssüf olsun. Minimum nədir? Sırf məsələn, savab qazanaq, yatmağımız da savabdır deyir, onsa nəfəsimizdə savabdır. Bunlar minimumdur, bundan kifayətlənmək olmaz. Ramazan ayının xüsusiyyəti bu da insan Allah övliyası eləyər. Həqiqətən dəyişər bütün həyatını.